Aprel 2025 Qız bürcü aylıq bürcləri. Aprel ayında daxili gücünüzlə daha yaxşı əlaqə qurursunuz əziz qız və optimizminizi, ruhunuzu möhkəmləndirirsiniz. Həyatınızı asanlaşdıran insanları cəlb edirsiniz və cazibəniz təbii və rahatdır. Bununla belə, səthin altında çox şey baş verir və ehtiraslı layihələrə, öyrənməyə və dərsdənkənar fəaliyyətlərə daha çox vaxt və enerji sərf etmək üçün gözəl bir aydır. Venera əlaqə sektorunuza geri qayıdır. Venera bu sektoru 30 aprelə qədər ziyarət edəcək, lakin yalnız 12-sinə qədər geriyə hərəkətdə qalacaq və bu, bir partnyordan və ya yaxın münasibətdən məmnuniyyət və harmoniya alıb-almadığınıza diqqət yetirmənizə səbəb ola bilər. Yaxud bu yoxlama dövründə emosional bir uzaqlaşma və ya qeyri-müəyyənlik hiss edə bilərsiniz. Sonra isə parçaları birləşdirərək dəyişikliklər etmək üçün özünüzü daha inamlı hiss edəcəksiniz. Pul və ya münasibətlə bağlı gözləntiniz varsa, gözlədiyiniz müddətdə sizə həqiqətən fayda verəcək yeni mübarizə yolları kəşf edə bilərsiniz. Aprelin ikinci yarısında münasibətlərinizdə, layihələrinizdə və maliyyə mənbə məsələlərində irəliləyiş və dəyişikliklər görməyə başlayacaqsınız. Münasibət ehtiyaclarınız və dəyərlərinizlə bağlı son kəşflər gələcək qərarlarınızı böyük ehtimalla formalaşdıracaq. 12-sində Veneranın, 7-sində isə Merkürün geriyə hərəkəti başa çatdıqda, irəlilədikcə daha açıq və özünüzə güvənərək münasibət qurmaq və əlaqə yaratmaq daha məmnun edici olacaq. Qəlbinizi açmaq, problemləri həll etmək və sağaltmaq üçün gözəl fürsətlər yaranacaq. Uzun müddətdir mövcud olan problemləri belə həll etmək üçün yaxşı zamandasınız. Xüsusilə struktur və spontanlıq arasında tarazlıq yaratmağa diqqət yetirirsiniz. Yaxın bir münasibətdə dəyərli həyat dərsləri və çətinliklər davam etsə də, əlaqəli stres və gərginliyi aradan qaldırmaq üçün yollar tapırsınız. Satürn və Uran uyum içində olduğu üçün digər fəaliyyətlərə diqqətinizi necə balanslaşdıracağınızı öyrənirsiniz. Bir partnyor və ya xüsusi dost fikirlərinizi, təhsil və ya səyahət hədəflərinizi inkişaf etdirməyə kömək edə bilər. Geniş ailənizdən biri və ya ortaq maraqlarınızı bölüşən insanlarla ünsiyyət xüsusilə dəyərli ola bilər. Bir münasibət və ya partnyor sizi yeni zirvələrə çatmağa, yeni yerləri və ya ideyaları kəşf etməyə, yeni bacarıqlar öyrənməyə ruhlandıra bilər. Xüsusilə 12-sində Dolunay ətrafında hələ də kəşf etmədiyiniz bir mənbədən xəbər tuta və ya maliyyə vəziyyətinizlə bağlı müsbət xəbərlər ala bilərsiniz. Bu ay şəxsi inkişaf və müsbət həyat tərzi dəyişiklikləri etmək üçün güclüdür. Daxili refleksiya və xarici fokus arasında düzgün tarazlıq qurmaq mümkündür. Mars 18-cində gizlilik sektorunuza keçir və bürcünüzə daxil olmadan əvvəl 2 ay boyunca burada qalacaq. İndiki mərhələdə strategiya qurmaq, istirahət etmək, düşünmək və natamam işləri bitirmək məntiqlidir. Ən yaxşı nəticələr üçün indi rahatlamağınıza və dincəlməyinizə kömək edəcək fəaliyyətlərə xüsusi diqqət yetirin. Ruhunuzu qidalandıran, öyrənmə və kəşf etmə arzularınızı təmin edən sərbəst fəaliyyətlər üçün yer açmaq da faydalı ola bilər. Günəş 19-cunda nəşriyyat, tanıtım, səyahət, macəra, inanc sistemləri, dünya mədəniyyətləri, ali təhsil və hüquq sektorunuza daxil olur və aprelin sonlarında bu mövzuları vurğulayır. Xüsusilə 27-sində baş verəcək. Yeni aydan sonra hədəflərinizi irəlilətmək, maraqlarınızı izləmək və yeni şeylər öyrənmək üçün fürsətlər yarana bilər. Digər insanlarla qarşılıqlı əlaqədə nəzərə çarpacaq bir artım hiss edə bilərsiniz. Ayın irəliləyən günlərində, dünya görüşünüzdə, düşüncələrinizdə və ünsiyyət tərzinizdə daha çox pozitivlikdən zövq alacaqsınız. Köhnə qaydalardan, rutinlərdən və məlumatlardan yorulduqca problemlərə yeni baxış bucağından yanaşırsınız. Yeni və ya yenilənmiş maraqlar, qeyri-adi tədqiqatlar və fərqli perspektivlər sizi fərqli istiqamətlərə yönəldə bilər. Ümumiyyətlə, bu dövrdə əhval-ruhiyyəniz yüngül, sosial, enerjili və dinamik olur. Bununla belə, Günəşin 12-ci evinizdəki Mars mövzu olaraq şəxsi həyatınıza və daxili dünyanıza xüsusi diqqət tələb edir. Beyninizdə çox şey baş verə bilər və böyük bir addım atmağa və ya dəyişikliyə tam hazır olmaya bilərsiniz. Buna görə səbirli olun, bu, zəruri bir proses və təbii inkişafdır. Bu dövrü arzularınızı analiz etmək, yenidən qiymətləndirmək və dərin emosiyalarınızla əlaqə yaratmaq üçün istifadə edin. Duyğularınızı anlamağa daha çox diqqət yetirdikcə, mənalı nəticələrə çata bilərsiniz. Daha çox istirahət etməyə və rahatlamağa çalışın. Aprelin başa vurarkən, yeni ideyaları araşdırmaq və paylaşmaq üçün əla bir vaxtdır. Bununla yanaşı, işləmə və həzm etmə prosesləri üçün özünüzə kifayət qədər zaman ayırmağa ehtiyacınızın artdığını hiss edə bilərsiniz. Yaxşı bir tarazlıq yaratmaq ən düzgün seçim olacaq. Aprel fərqli enerjilər gətirir, əziz şir. Bununla belə, sizin üçün maraqlı bir mövzu ortaya çıxır. Mars uzun bir fasilədən sonra 18-cində bürcünüzə keçir və bu hərəkət
Venera və Merkürün geriyə hərəkətini başa vurmasından sonra baş verir. Özünüzü daha müstəqil və irəliyə dönük hiss edəcəksiniz. 19-na qədər Günəş bürcünüzlə uyğunlaşır və bəzi ləngimələr və ya həll edilməli gecikmələr olsa belə, enerjili hiss edirsiniz. Bu ay diqqət əsasən daha böyük mənzərəyə yönəlir və siz zehni sərhədlərinizi genişləndirmək istəyirsiniz. Daha çox öyrənir, paylaşırsınız və kəşf edirsiniz, bu da sizə mükafat qazandırır. Venera ayın böyük hissəsini 30 aprelə qədər yaxınlıq sektorunuzda keçirir. Bunların bir qismi isə Veneranın geriyə hərəkəti zamanı 12-sinə qədər baş verir və keçmiş məsələləri əhatə edir. Maliyyə məsələlərinizi, öhdəliklərinizi və ya münasibət öhdəliklərinizi nəzərdən keçirə bilərsiniz. Şəxsi həyatınıza və asılılıqlarınıza fərqli bir baxış bucağından yanaşaraq, bu mövzulara necə yanaşdığınızı yenidən qiymətləndirirsiniz. Bu analiz sizə bu ayın sonlarında və ya gələn ay dəyişikliklər etmək üçün dəyərli ipucları verə bilər. 12-nə qədər Venera Günəşin 8-ci evində geriyə hərəkətdə olduğu və 7-nə qədər Merkür də burada geriyə hərəkət etdiyi üçün, borclar və ortaq maliyyə resursları ilə bağlı bəzi mürəkkəbliklərə hazır olun. Sevgi həyatınızda müəyyən qarışıqlıq və ya durğunluq olsa da, ay irəlilədikcə romantik ifadə və maraq daha rahat hala gəlir. Aprelin sonları kredit və ya başqa bir dəstəyin gəlməsi üçün əhəmiyyətli bir zaman ola bilər. Bu ay Saturn-Uran keçidi baş verərkən, struktur və intizama olan marağınız spontane və yenilikçilik üçün biraz yer açdıqda, karyeranızı və ya nüfuzunuzu artırmağa kömək edə bilər. Sərtlik və təzyiqlərdən uzaqlaşaraq, etibarlılığı və nizamı qoruduqda, həyatınızda əhəmiyyətli inkişaflar müşahidə edə bilərsiniz. Maliyyə məsələlərinizi və dəstək vəziyyətinizi həll etmək sizi motivasiya edə və ruhlandıra bilər. Bu dövr praktiki və emosional ehtiyaclara diqqəti mükafatlandırır və məmnunluq gətirən fürsətlər ortaya çıxa bilər. 12-də baş verən dolunay diqqətinizi təcili həll edilməli olan bir ünsiyyət layihəsinə və ya işlərə yönəldir. Bu təsir sizi məhəllənizə, yaxın ətrafınıza və gündəlik işlərinizə qaytarır. Həyatınızın detalları ilə maraqlanmaq üçün bir çağırışdır və eyni zamanda şəxsi həyatınızdakı insanlarla və gündəlik xəbərlərlə bağlı məlumatlı qalmaq üçün bir xatırlatmadır. Adətən bu, gərgin bir vaxtdır, amma dincəlmək üçün özünüzə vaxt ayırmağa üstünlük verin. Son aylarda səhnə arxasında xeyli vaxt keçirmisiniz və ictimaiyyət qarşısına çıxsanız da, kifayət qədər qapalı, hər şeyi özünüzdə saxlayan biri ola bilərsiniz. 18 zində bürcünüzə doğru hərəkət edən iddialı Mars böyük bir dəyişiklik gətirə bilər. 18 zində bürcünə qədər, təxminən 2 ay davam edəcək bu dövrdə, qərarlar daha sürətlə gəlir, mütləq daha özünə güvənən və iddialı tərəfiniz üzə çıxacaq. İnsanların sizi fərq etməməsi mümkün deyil. Bu, Günəşin xəritənizin zirvəsinə qalxıb sizi diqqət mərkəzinə çevirməsindən cəmi bir gün əvvəl baş verir. Həyata reaksiya vermək əvəzinə, instinktlərinizi dinləsəniz, yaxşı formadasınız deməkdir. Bu keçidlə bir NÖV yenidən oyanış yaşayacaqsınız, işləri müstəqil görməyə, qabaqcıl olmağa və liderliyi əlinizə almağa üstünlük verəcəksiniz. Aprelin sonlarına doğru, həyat adətən daha ictimai və məqsəd yönlü olur. Həmçinin arzularınızın ardınca gedir və özünüzü irəli çəkirsiniz. Özünüzü daha çox səmimiyyət və güvənlə ifadə etməyin zamanıdır və 27-sində baş verəcək. Yeni ay sizə bu istiqamətdə təkan verə və yeni bir başlanğıc şansı təqdim edə bilər. Daha güclü məsuliyyət hissiniz daxili inkişafınızı və şəfa tapmağınızı sürətləndirir. Yolunuzda daha özünə güvənən və ya getdiyiniz istiqamətdən daha çox məmnun ola bilərsiniz. Sizi geri çəkən məsələlərdən qurtulmaq azad edici ola bilər və planlar qurmaq, hədəflər müəyyənləşdirmək həyəcan vericidir. Ambisiyalarınızı bəsləyin və yaxşı nəticələr üçün işlərinizdə əzmlə çalışın. Yeni bilik əldə etmək və iş və ya həyat məqsədlərinizi irəli aparmaq üçün mükəmməl formadasınız. Sizdə aydınlıq və cəsarət artımı var. Yeni bir başlanğıc etmək üçün bir şeyi tamamilə bitirməyə dair ani qərar verə bilərsiniz. Bu, karyera yolu, iş layihəsi və ya həyat hədəfi ola bilər. Gözlənilməz peşə imkanları ortaya çıxa bilər və ya bu yeni ay yenilənmə və canlanma hissi gətirə bilər. Aprel 2025 Xərçəng bürcü aylıq bürc proqnozu. Bu ay işinizə güclü şəkildə fokuslana bilərsiniz, əziz Xərçəng. Lakin eyni zamanda öyrənməyə, paylaşmağa və şəxsi sosial həyatınıza da diqqət yetirməlisiniz. Aprel hədəfləriniz və istəklərinizlə əlaqə qurmaq üçün vacib bir aydır və sosial münasibətlərinizə diqqət yetirmək üçün yaxşı fürsətdir. Həm fiziki, həm emosional, həm də mənəvi cəhətdən özünüzü inkişaf etdirmək əsas rol oynaya bilər. Mart ayının sonunda baş verən Günəş tutulmasından sonra işinizdə və ictimai həyatınızda irəliləyiş hiss edə bilərsiniz.
Bundan əlavə, 18 aprel tarixində Mars Günəş bürcünüzün ikinci evinə daxil olur, bu da maddi məsələlərin daha önəmli hala gəldiyini və diqqətinizi bu sahəyə yönəltməli olduğunuzu bildirir. Əslində, bu ay həyatınızı daha stabil hala gətirmək üçün əhəmiyyətli addımlar ata bilərsiniz. Bu ay baş verən hadisələr sizin ambisiyalarınızı gücləndirir və ən yaxşı formada olmağınız üçün sizə təkan verir. Ay həm məsuliyyət, həm də zövq baxımından karyera və sosial həyatınızla sıx bağlıdır. 12 aprelə qədər Venera, 7 aprelə qədər isə Merkuri geriləmədə olduğu üçün bəzi məsələləri yenidən gözdən keçirmək lazım ola bilər. Lakin bu, narahatlıq yaratmamalıdır, çünki keçmişə nəzər salmaq sizə dəyərli dərslər qazandıra bilər. Planlarınızdan bəzilərini yenidən təşkil etmək və ya fərqli bir baxış bucağından qiymətləndirmək lazım gələ bilər. Son hadisələri dəyərləndirmək və emosiyalarınızı anlamaq üçün yaxşı fürsətdir. Bəzən çox məşğul olduğunuz üçün daxili hisslərinizi tam dərk edə bilmirsiniz, amma indi bu şansı əldə edirsiniz. Aprelin ilk yarısında Venera retro vəziyyətdə, Mars isə Xərçəng bürcündədir və bu kombinasiya müəyyən çətinliklər yarada bilər. Ətrafınızdakı insanlara olduğunuzdan daha sərt və ya hissiz görünə bilərsiniz. Ünsiyyətinizdə bir qədər yumşaqlıq nümayiş etdirmək faydalı ola bilər, çünki əks halda fərqinə varmadan lazımsız problemlər yarada bilərsiniz. Səyahət, təhsil, şəxsi maraqlar və ya nəşriyyatla bağlı tamamlanmamış bir məsələ gündəmə gələ və ya keçmişdəki bir vəziyyət yenidən ortaya çıxa bilər. Aprel ayında uzunmüddətli təsirə malik olan Saturn-Uran keçidi baş verəcək və bu keçid sizin üçün bilik və ortaq maraqlara əsaslanan dostluq və əməkdaşlıq imkanları yaradacaq. Həm uzunmüddətli dostluqlar qurmaq, həm də həyatınıza spontanlıq qatmaq üçün əlverişli bir dövrdür. Bacarıqlarınızı inkişaf etdirdikcə və gündəlik həyatınıza daha çox diqqət yetirdikcə, sizi ruhlandıran və motivasiya edən insanlarla əlaqə qurmaq şansınız artacaq. Əhəmiyyət verdiyiniz insanlar və məqsədlər sizə həyəcan verə bilər və bu müddətdə sizə daha geniş perspektivlər qazandıracaq dəyərli bacarıqlar əldə edə bilərsiniz. Uzunmüddətli əlaqələr və iş birlikləri bu ay və qarşıdakı aylarda formalaşacaq. 18 aprel tarixində Mars Xərçəng bürcünü tərk edəcək və bu, uzun bir dövrün sonu olacaq. Xüsusilə bu müddət ərzində Marsın geriləməsi baş verdiyi üçün bu, olduqca çətin bir dövr olmuş ola bilər. Bu zaman ərzində daha müstəqil davrandınız, amma indi enerjiniz yumşalır və üzərinizdəki təzyiq azalır. Diqqətiniz artıq daha çox sabitliyə və təhlükəsizliyə yönələcək. Özünə inam üzərində işləmək üçün mükəmməl zamandır. Pulunuzu düzgün idarə etmək, daha çox qazanmaq və ya böyük bir layihəyə başlamaq üçün güclü istək hiss edə bilərsiniz. Bununla belə, impulsiv xərclərdən çəkinməlisiniz. Ay irəlilədikcə dünya görüşünüzü genişləndirən insanlarla əlaqə qurmaq üçün əlverişli fürsətlər yaranacaq. Həyatınız, sosial əlaqələriniz, inanc sistemləriniz və məqsədlərinizlə bağlı daha çox aydınlıq əldə etmək üçün özünüzə vaxt ayırmalısınız. Tələsik qərarlar verməməyə çalışın. Əslində, aprel ayı çoxsaylı mövzuları əhatə edir və həyatınıza bir qədər müxtəliflik qatmağın faydasını görə bilərsiniz. Ayın son həftəsi sosial fəaliyyətlərinizin güclənməsinə səbəb olacaq. Dostlarınız, sosial çevrəniz və ya gələcək hədəflərinizlə bağlı daha çox ünsiyyət qurmaq istəyiniz artacaq. 19 aprel tarixində Günəş dostluq və ictimai sektorunuza daxil olacaq, bu da sizi başqaları ilə daha çox əlaqədə saxlayacaq və sosial dairənizi genişləndirəcək. Son zamanlar stressdən uzaq qalmağa kömək edən insanlarla vaxt keçirməmisinizsə, bu dövr sizə bunu xatırladacaq. Bu vaxt tamamilə yeni bir maraq sahəsinə cəlb oluna bilərsiniz. Əsas məqsədiniz isə faydalı olmaq və aid olduğunuzu hiss etmək olacaq. 27 aprel tarixində baş verəcək. Yeni ay dostluqlar, sosial əlaqələr, icma və şəxsi hədəflərinizlə bağlı yeni bir mərhələyə keçid etməyə imkan yaradacaq. Bu enerjidən istifadə edərək sosial çevrəniz və dostlarınızla yeni başlanğıclar etməyə çalışın.